Askonun təşəbbüsü ilə çəkilmiş Azərbaycanın ilk qadın gəmi kapitanı. Hətta mən deyərdim, uzaq məsafələrə gedən gəmi kapitanı Şövkət Səlimova əsir olmuş. Şövkət bədii filminin təqdimat mərasimi baş tutub. Tədbirdə 1979-cu ildə yazılmış və Flora Kərimovanın ifa etdiyi Sular qızı romansından bir parça səsləndirilib. Musiqi Şərqin opera yazan ilk qadın bəstəkarı, xalq artistimiz Şəfiqə Axundova, sözləri isə Mustafa İskəndərzadəyə məxsus olan bu əsərdə Şövkət xanımın timsalında Azərbaycan qadının gücü və zərifliyi tərənnüm olunub. Daha sonra bədii film nümayiş etdirilib. Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən çox aktyor iştirak edib. Başrolda Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Və ekran işində xalq artisti Qurban İsmailov, aktyorlar Hikmət Rəhimov, Elsivər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar. Ekran əsərinin ideya müəllifi Askonun İctimaiyyətlə Əlaqələr Departamenti rəisi, bizim həmkarımız, hətta dostumuz Mehman Mehdiyev, quruluşçu rejissoru isə Asif Rüstəmovdur. Mən xüsusilə qeyd etmək istəyirəm ki, əziz tamaşaçılar, Şövkət Səlimova tarixi adını yazdıran bir xanımdır. Lahıcdandır əslən, İsmailinin, o vaxt indi Şamaxıya məxsus idi, amma hal-hazırda İsmailinin Dağ, Lahıc kəndindəndir. Və 1935-ci ildən uşaqlıqda təyyarələr uçurmağı çox sevirdi. Və 1935-ci ildə Moskvada hətta kimin təyyarəsi ən çox məsafə qət eləyəcək. Belə bir, ümum SSR, ümum Sovet yarışlarında iştirak edirdi. 3 il onun rekordunu, bəli. Biz indi bir qadınımız metro sürəndə deyirik, əla, qadınımız metro sürdü, avtobus sürdü. Bizim necə qadınlarımız gəmi sürüb o vaxt. Olub, bəli. Eşq olsun ya, eşq olsun ya. Şövkət xanımın həyatını araşdırdıqca bu insana olan maraq çox artır və onun həyatı doğrudan da çox şaxəli, çox maraqlıdır və şimdi böyük bir istək var idi ki, bu filmi bəlkə daha böyük tam metraj formatında və yaxud serial formatında eləyim. Çünki həyatı tək filmdəki kimi 42-ci ildə baş verən hadisələrdən ibarət deyil. Onun bütün həyat yolu maraqlıdır və indiki qadınlara örnək ola biləcək gözəl, maraqlı həyat yolu keçir.